sürücü üçün ən vacib qaydaları bilməkdən sonra ən vacib deməli xüsusiyyət öncədən görmə, intuisiya. Yəqin ki, intuisiya bizim dildə deyil, amma yenə də çox adam başa düşür nədir? Öncədən hiss etmə qabiliyyətidir. Bu xüsusiyyət ya var ya yoxdur. Bu həyatda da bizə lazımdır intuisiya. İnsanlarla ünsiyyətdə intuisiya, yollarda isə bu çox vacibdir. Bu adamı o hiss etmə qabiliyyəti insanı çox qəzalardan qoruyur. Niyə? Çünki iş orasındadır ki, bəzi sürücülər var, onlar yaxşı sürücüdür, amma onlar əla sürücü deyirlər. İzah edirəm. Onlarda güclü reaksiya var, reaksiya. Amma hissiyat yoxdur. Yəni hadisə olandan sonra onlar sükanı yaxşı fırladırlar, güc balı ilə ya qaça bilirlər, bəzən isə qaça bilmir, hadisə düşürlər. Ən gözəl sürücü həm reaksiyası güclü olan sürücüdür. Eyni zamanda güclü hiss etmə qabiliyyəti olan sürücüdür. Bax bu iki xüsusiyyət. Onun hiss etməsi həm də o təhlükədən də onu qoruyur da. Ani vəziyyətdən çıxa bilir, bəli. Ani vəziyyətdən çıxa bilir, yox, onu ani vəziyyətə salmır. Salmırlar, bəli.